Deməli, qrafikdə X maddəsi həll olma qabiliyyətinin temperatur asılılığı verilmişdir. 80 qramın 40 cc temperaturda 80 ml suda həll edilmiş. Almış və həmin doymuş olması üçün minimum neçə qram X maddəsi əlavə etmək lazımdır. Deməli, buradan baxdıqda görürük ki, 100 ml suda 120 qram həll olunub. Gətirib yerinə yazaq. 100 ml suyumuzda 120 qram maddə alınırsa, bizə nə deyir? 80 ml. 80 ml suda doymuş məhlul neçə olacaq? X da bərabər olacaq. Bunu vurub açsaq 96-ya. Bizdə də nə qədər var? Deyir 80 qram maddə həll olub. 96-dan da 80-in çıxsaq neçəsi qalacaq? 16. Deməli, biz onun üzərinə əlavə olaraq 16 qram da əlavə etməliyik ki, bunda doymuş məhlul alınmış olsun. Növbəti sualımıza keçirik. Deyir, qrafikdə A maddəsinin həll olma qabiliyyətinin temperatur asılılığı verilmişdir. A maddəsi müəyyən 25 cc temperaturda suda həll edilərək 300 qram məhlul yaradılmışdır. Alınan məhlulda A maddəsinin kütləsi suyun kütləsinin yarısı qədər olmuşdur. Həmin bu məhlulun doymuş olması üçün minimum neçə qram A maddəsi əlavə edilməlidir? Bizə burada nə deyir? Yəni, burada bizdə deyir ki, A maddəsinin kütləsi suyun kütləsinin yarısı qədər. Tutalım ki, A maddəsinin kütləsini biz X qəbul etsək, A maddəsinin kütləsini biz X qəbul etsək, X bərabərdirsə A maddəsinin onda suyun kütləsinin yarısı olması üçün 2x da su olacaq. Çünki A maddəsinin kütləsi deyir, suyun kütləsinin yarısı qədərdir. Bu da olacaq su. İndi bizdən nəyi soruşur? Həmin temperatur bu məhlulun doymuş olması üçün minimum neçə qram A maddəsi əlavə edilməlidir? İlk öncə burada nə qədərdir? 300 qram məhlul yaradılıb. Deməli, 2x suyumuzun kütləsi üstə gəlinsin. X A maddəmizin kütləsi bərabərdir 300-ə. Buradan da x-imiz bərabərdir nəyə? 100-ə. Tapdıqmı x-imizi? 100. İndi 100. Deməli, 100 qram maddəmizdir, 200 qram suyumuzdur. İndi bizdən buradan göründüyü kimi 100 qram suda doymuş məhlul olması üçün minimum 100 qram suda suya həll olması üçün 100 qram suda 150 qram A maddəsi əlavə ediriksə, məsələn, burada 150-dir. 100 qram suda 150 qram A maddəsi əlavə həll ediriksə, 200 qram suyumuzun kütləsini tapdıq. 200 qram suda da nə qədər həll eləməliyik? X da bərabər olacaq 300-ə. Bizdə də nə qədər maddə var idi? Dedi ki, x-imiz, yəni 100 qram. 300-dən də 100-ün çıxsaq neçəsi qalacaq? 200. Deməli, 200 qram biz ona A maddəsi əlavə etməliyik ki, bu doymuş məhlul alınmış olsun. Sonra növbəti sualımızda nə soruşur? Növbəti sualımızda soruşur ki, bizdən litium bromid maddəsinin həll olma qabiliyyəti asılılıq qrafiki verilmişdir. 50 cc temperaturda tərkibində 200 ml su doymuş məhlulu 20 cc-yə qədər soyutsaq, neçə qram duz çökər? İndi ilk öncə bu 200-dən bu 160-ı çıxacağıq. 200-dən 160-ı çıxsaq neçə edəcək? 40 qram. 40. Deməli, 100 qram məhlul üçün, su üçün nə qədər çökəcək? 40 qramımız çökəcəksə, 200 qram su üçün nə qədər çökər? X də buradan bərabər olacaq 80 qram. Deməli, bizdən nə qədər çöktüyünü soruşduğuna görə 80 eləcək. Bu da
C variantına uyğun gəlir. Alüminium xlorid maddəsinin həll olma qabiliyyətinin temperatur asılılığı verilmişdir. 50 cc temperaturda 40 ml su olan doymuş və 20 cc-yə qədər soyutsaq neçə qram duz çökər? Yenə də 40-dan çıxırsan 32-sinin neçəsi qalacaq? 8. Deməli 100 ml suda, 100 ml suda nə qədər çöktü? 8 ml çöktü. Bizə nə deyir? 40 ml. 40 ml-də neçəsi su çökəcək? Buradan da x. X da buradan bərabər olacaq. Bunu da vurub açsaq 3,2. 3,2 bu da D variantına uyğun gəlmiş olacaqdır. Sonra 50-ci sualımızda nə soruşur? Alüminium xloridin maddəsinin həll olma qabiliyyətinin temperatur asılılığı verilmişdir. 50 cc temperaturda 70 qram doymuş məhlulun 20 cc-yə qədər soyutsaq neçə qram duz çökər? Deməli, alüminium xlorid həll olma qabiliyyətinin 50 cc temperatur 70 qram doymuş məhlulunu 20 cc-yə qədər soyutsaq. İndi 40-dan çıxacaq, yenə də 32-sinin neçəsi qalacaq? 8. 8. Deməli 100-ün üstünə 40 gəlirik. Neçə olur? Məhlulun kütləsi də 140. 140 qram məhluldan neçə qram çöktü? 8 qram çöktü. Bizdən nə soruşur? 70 qram məhlul. 70 qram doymuş məhlulda neçəsi çökəcək? X. X da buradan bərabər olur 4-ə. Bu da B variantına uyğun gəlir. Sonra 51-ci sualda gümüş nitratın maddə həll olma qabiliyyətinin temperaturun asılılığı verilmişdir. Bu maddə 40 cc temperaturda 400 qram doymuş məhlulunu 20 cc-yə tən soyutsaq neçə qram duz çökər? Deməli, doymuş məhlulunu 20 cc-yə kimi soyutsaq əgər, buradan yazırıq. 220-dən 160-ın yenə də çıxacaq. 220-dən 160-ına çıxanda nə qalır? 60 qalır. Burada tapdıq mı? 60. 60 qalmış olacaq. İndi buradan deməli 100 burada, 220 burada. Cəmi neçə eləyir? 320. Məhlulumuz da 320. 320 qram məhlulda neçə çöktü? 60 qram çöktü. Bizə nə deyir? 400 qram. 400 qram doymuş məhluldan neçəsi çökəcək? Bilmirik. X da buradan bərabər olacaq 75-ə. Bu da A variantına uyğun gəlmiş olacaq. 52-ci sualımızda nə soruşur? Gümüş nitrat maddəsinin həll olma qabiliyyətinin temperaturdan asılılığı verilmişdir. Bu maddə 40 cc temperaturda 640 qram doymuş məhlulunu 20 cc-yə qədər soyutsaq x qram duz çökər. Çökən duzun həll etmək üçün həmin temperatura məhlula minimum neçə qram su əlavə etmək lazımdır. Yenə eyni qaydadır. 220-dən yenə də 160-ına çıxsaq qalacaq neçə? 60-ı. 60-ı qalmış olacaq bizdə. qaldı. İndi deməli 100 burada, 220 burada. Neçə edir? 320. Deməli 320 qram məhlulda 60 qram çökürsə 640 qramdan isə x olacaq. X da buradan bərabər olacaq 120. Deməli burada nə qədər məhlul çökəcək? 120. Bu 120. Burada deyir ki x'imiz oldu 100. X da beraber oldu 120. Sonra deyir deməli çökən duzu həmin temperaturda çökən duzu həll etmək üçün həmin məhlula minimum
Bu birinci etap. İkinci etapımız da var. İkinci etapımız nədir? Deyir, sonra bax 120 qram duzumuz çöktü. Sonra bu çökən duzu deyil. Buradan hesaplamam düzgün getmədik. 640'da x. Yox, vuranda elə 120 eləyir. Buradan 120'dir. 120. Aha. 120'də ikinci məsələsinə baxaraq. Deməli, buradan baxırsınız, görürsünüz 160 qram 20 cc-də neçə? 100 ml-də. 160 qram maddə 100 ml-də həll olursa, 120 qram maddə neçə mililitr suda həll olur? X. X da bərabər olacaq neçəyə? 75'ə. 75'ə. Deməli, bizə nə qədər su lazımdır? 75 qram su lazım olacaq ki, biz həmin məhlulu təzədən yenidən 40 cc, 20 cc temperaturda doymuş hala gətirək. Və həll edək də. A maddəsinin həll olma qabiliyyətinin temperaturdan asılılığı verilmişdir. Bu maddənin 40 cc temperaturda tərkibində 40 ml su olan doymuş məhlulu 20 cc-yə qədər soyudursaq 12 qram duzu çökər. X-i tapın. Yine eyni qaydadadır. Deməli, 40 ml suda 40'da 12'si çökürsə, qırxda 12'si çökürsə, 40 ml-də 12 qram çökürsə, 100 ml suda neçəsi su çökəcək? X. X da bərabər olacaq neçəyə? 30. Buradan da X da bərabərdir 40. 100 vurulsun 12'ye. Deməli, bu buradan getdi. 4 ilə də 12 vuranda burada 3 qalır. O da eləyir 30. 30 qram olmuş olacaqdır. Bizdə nə deyir ki, bunun üzərinə. Deməli, 30 qram çökübsə, burada bundan bunu çıxanda burada 30 qram alınıbsa, 90'ın üstünə 30 gəlsək neçə edəcək? 120. Yəni x-imiz olur 120. B variantı. 54-cü sualımızı. Uşaqlar, bu cür testlərə diqqət etmək lazımdır. Çünki fən müsabiqəsində bu cür testlərin çox düşməsinin ehtimalı yüksəkdir. Ümumiyyətlə, bu cür test izahlarından yararlanmaq, sadə izahlardan öyrənmək istəyirsinizsə, kanalımıza dəstək məqsədi ilə abunə olmağı, ən azı sualda çətinliyiniz varsa, onu da şərtlərə yazın və mütləq imkan tapan kimi həmin şeylərə geri qayıdış edəcəm, izahını verərəm. B maddəsinin həll olma qabiliyyətinin temperaturdan asılılığı verilmişdir. Bu maddə 40 cc temperaturda, tərkibində 150 ml su olan doymuş məhlulu 20 cc-yə qədər soyutsaq, 60 qram duz çökər. X-i tapın. Deməli, deyir ki, 150 qram soyudanda 60 qramı duz çökür. İndi 150-dən 60'ı çökürsə, bizə nə deyir? Bizdə də məhlulumuz neçədir? 100 ml. 100 ml-dən neçəsi su çökəcək? X-i. Buradan da X-imiz bərabər olacaq. Çıxanı 40 alınır. 40'a. Deməli, bu bundan çıxan 40 almış olacaqdır. Burada 40 alınırsa, bunda onda X-in üstünə 40 gəlsə 150 eləyir də. Ona görə də 150'dən çıxacaq 40'ını, 150 çıxılsın 40 bərabər olacaq 110'a. Deməli, burada həll miqdarı neçə olub? 110 olmuş olubdur. Növbəti sualımıza keçirik. A maddəsinin həll olma qabiliyyətinin temperaturundan asılılığı verilib. Bu maddənin
40 cc temperaturda 450 qram doymuş məhlulunu 20 cc-yə qədər soyutsaq, 150 qram, 108 qram duz çökər. İkisi tapın. Eyni qaydadır. Yenə deməli 250 qramda, bax 150 buradadır, 100 buradadır. Oradan yaranıb 250. Yəni məhlulumuzun kütləsi. 250 qramda neçə qram duz çökər bilmirik, x qram. Amma burada da bizə verilib nədir? 450 qram suda. Məhlulda 450 qram məhlulumuzda isə nə qədər çöküb? 108. Buradan da x-imiz bərabər olacaq 60-a. 60-a tapdıq. İndi bizə deyir ki, bunu, yəni buradan bunu çıxanda 60 eləyir. Deməli, 150-dən də 60-ın çıxsaq neçəsi qalacaq? 90-ı. 150, ikinci etap çıxılsın 60, bərabərdir 90-a. A maddəsinin həll olma qabiliyyətinin temperaturdan asılılığı verilmişdir. Bu maddə 40 cc temperaturda 250 qram doymuş məhlulu 20 cc-yə qədər soyutsaq 50 qram duz çökər. X-i tapın. İndi deməli, birinci qrafikdən oxuyuruq ki, yəni 20 cc-də 80 qram 100 ml-də həll olur. Onda 40 cc-də isə x qram 100 ml-də həll olur. Ona görə də 100 ml-də x duz varsa, deməli, onda məhlulumuzun kütləsi nə qədər olacaq? 100 plus x olacaq da məhlulumuzun kütləsi. Məhlulumuzun kütləsi oldu 100 plus x. Amma 100 ml 20 cc-də də deyil. 100 ml suda da 80 qram duz olur. Onda 100 plus məhlulumuzun kütləsi 100 plus x qram məhlulda suyumuzun kütləsi neçədir? 100-dürsə, onda 250 qram məhlulda suyumuzun kütləsi nə qədər olacaq? Y. Buradan da y-imiz bərabər olacaq nəyə? Y də bərabər olacaq 100 plus 250 vurulsun 100'e. Buradan da deyir ki, buradan 250 qram doymuş məhlul və neçə qram duz çökər. Və burada duzumuzun kütləsi, çökən duzun kütləsi x minus 80-dir də. Və bu zaman 50 qram duz çökübsə, 50 qram duz çökübsə, bunun ikinci etabına keçəcək. Burada 50 qram duz çökübsə, burada nə idi? Buradan bu 250 vurulsun 100. Buradan yazım dərdən ki, yaxşı olsun. $250. Həllamada 250, 100 bölünsün x vurulsun. Burada həll olan duzun kütləsi nə qədərdir? X minus 80. Bərabərdir. Bərabərdir. Nə qədər çöküb? 50 qram çökübsə. Buradan da vurub çökmə fərqi 100 ml-dədir ona görə. Buradan da vurub açsaq 250 250
80 beraberdir 50 vurulsun. 100 plus x-a. Buradan da her tərəfini 50'ye bölsək, burada qalır mı 5 x minus 80 beraberdir 100 plus x-a. Bu 100'ədir ki, işte 5x, 5'i də 80'e vursaq 400 eləyir. 5x minus 400 beraberdir 100 plus x-a. Bu 100'e keçəndə 4x qalır. Bu da bu 100'e 4x beraberdir 500'e 4x beraberdir 500'e. Buradan da x da beraber olacak 125'e. Yani burada ne kadar madde köçmüş olacak? 125. Yani x'i tapın dediğine göre 125. X'imiz olacak buradan 125. Bu kadar diqqətinizə görə sağ olun. Beğenmeyi ve kanalımıza abone olmayı unutmayın.